benim göçey kızım, kırmızı leçey kızım, ay gözümün ışığı, evimin yaraşığı. Ay benim göçey kızım, kırmızı leçey kızım, ay gözümün ışığı, evimin yaraşığı. 9 yaşa dolmusan, Böyük kızım olmusan, gərək namaz qılasan. Məminə qızım olasan. Salam əziz izləyicilər. Bu gün studiyamızda yenə şirin və xüsusi bir qonağımız var. Biz balaca dostumuzla birlikdə namazın nə olduğunu, niyə qıldığımızı və Allahla olan bağımızı danışacağıq. Xoş gəlmisən Zeynəbcan. İzləyicilərə biraz özündən danış. Onlar da səni tanısınlar. Salam, mən Zeynəbəm. 9 yaşım var. Namaz qılmağı çox sevirəm. Və bu günləri namazı niyə sevdiyimi sizə danışacağam. Zeynəbim, bəs sənin üçün namaz nədir? Məncə namaz Allahla danışmaq. Mən dua edəndə özümü rahat hiss edirəm. Çox gözəl cavabdır Nazım. Namaz insanı Allaha yaxınlaşdırır, qəlbini işıqlandırır. Namazda hansı sözləri deyirik? Yadındadır? Bəli. Əvvəl Allahu Əkbər deyirik, sonra Fatihə surəsini oxuyuruq. Doğrudur. Fatihə surəsi namazın ürəyidir. Orada deyirik: "Yalnız sənə ibadət edirik, yalnız səndən kömək istəyirik." Bu sözlər Allahla olan söhbətimizin ən gözəl hissəsidir. Bəli, mən bu sözləri deyəndə Allahın məni eşitdiyini hiss edirəm. Namaz qılmaq sənə necə təsir edir? Namaz qılanda qorxularım azalır, özümü daha güclü və daha xoşbəxt hiss edirəm. Namaz insanın qəlbini sakitləşdirir. Allah buyurur ki, qəlblər yalnız Allah'a zikr etməklə rahatlıq tapar. Sən də bunun gözəl nümunəsisən. Bəs namaz qılmağı kim sənə öyrətdi? Ana mənə göstərdi, birlikdə öyrəndik, birlikdə qıldıq. Nə gözəl. Ailə ilə birlikdə ibadət etmək həm sevgi yaradır, həm də gözəl bir ənənədir. Namaz qılmaq istəyən, amma hələ başlamayan uşaqlara nə demək istəyərsən? Başlayın, qorxmayın, Allah sizi çox sevir. Namaz qılmaq çox gözəldir. Çox səmimi sözlər söylədin Zeynəbim. Namaz həqiqətən də insanın həyatına nur gətirir. Və indi sənin üçün kiçik, amma mənalı bir hədiyyəmiz var. Bu sandığın içində sürpriz gizlənib. Açmaq istəyirsənmi? Bəli, çox. Düyməni basa bilərsən. Bismillahirrahmanirrahim. Salam Zeynəbim, balaca mələyim. Namaz qıldığını eşidəndə qəlbim sevincdən dolur. Bil ki, hər səccəndə Allah sənə daha da yaxın olur. Arzum budur ki, sən həmişə dua ilə böyüyəsən. Hər addımın nur olsun. Səni çox sevirəm qızım. Təklif yaşın mübarək. Bu sözlər bir ata qəlbinin duasıdır. Bəzən ən gözəl hədiyyə elə sevgi dolu bir səsdir. Zeynəbim, bu hədiyyə sənə yol göstərəcək. Əziz izləyicilər, dua ilə böyüyən uşaqlar sabahımızın nurudur. Gələn verilişdə yenidən görüşənədək qəlbinizdə dua, üzünüzdən təbəssüm əskik olmasın.